Bu il ölkəmizdə konstitusiya və suverenlik ilidir. Bu hüquqi dövlətçiliyimizin və milli iradəmizin təntənəsidir. Dövlətin əsasları verilişində bu dəfə konstitusiyanın dövlət həyatındakı rolundan danışacağıq. Çünki dövlət hüquqla möhkəmlənir, xalqın iradəsi ilə yüksəlir. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 2025-ci il ölkəmizdə konstitusiya və suverenlik ilə elan edildi. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci il dönümü nəzərə alaraq imzalanan bu sənədə uyğun olaraq təsdiqlənəcək. Tədbirlər planı tarixi zəfərimizin regionda və dünya siyasətində yol açdığı yeniliklərin, eyni zamanda 1995-ci ildə milli konstitusiyamızın qəbul edilməsindən ötən dövr ərzində Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyinin təqdimatında əhəmiyyətli rol oynayacaq. Sərəncamda da qeyd olunduğu kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq 100 illər boyu Azərbaycan xalqının ən böyük arzusu olub. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və 20-ci əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. Bugün müasir müstəqil, qalibi Azərbaycan uğurlarından, regionda və dünyada söz sahibliyindən, sözünün imzası qədər əhəmiyyətli olmasından bəhs edirik. Bugünümüzü müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə, Azərbaycanın uğurlarına görə kimə borclu olduğumuzu daha aydın şəkildə görür, bunu indiki və gələcək nəsillərə çatdırmağı qarşımıza əsas vəzifə kimi qoyuruq. Reallıq budur ki, Azərbaycan müstəqilliyinin bərpasının ilk illərində ölkədə hakimiyyətsizliyin mövcudluğu ucbatından böyük çətinliklərlə, faciələrlə üz-üzə qaldı. Ölkəmiz müstəqilliyini bir dövlət olaraq varlığını itirmək təhlükəsini yaşadı. 1991-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktında yeni konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə hakimiyyətin yaratmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxardı, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmadı, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmadı. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ümummilli liderin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-sində qəbul olmuş Azərbaycan Respublikasının ilk konstitusiyası ölkəmizdə geniş miqyaslı qanunvericilik, institusional islahatların əsasını təşkil etdi. Bu sənəd dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı. Azərbaycan Respublikasında insan hüquqlarının və azadlıqlarının təmin olunması sahəsində həyata keçirilən islahatlar ümummilli lider Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində birbaşa qeyd olunurdur ki, Azərbaycan Respublikasında insan hüquqlarının və azadlıqlarının təmin olunması dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsində qeyd olunmuşdur ki, şəxsin toxunulmaz, pozulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Həmçinin 26-cı maddədə də qeyd olunur ki, hər bir şəxsin hüquqları dövlət tərəfindən qorunur. Qeyd edim ki, Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər, islahatlar davamlı olmuşdur və 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsinə dair
dövlət proqramı qəbul olunmuşdur. 1998-ci il iyun ayının 18-də qəbul olunmuş həmin dövlət proqramı insan hüquqlarının müdafiəsi sahəsində həm gələcək istiqamətləri müəyyən etmiş, həmçinin dövlət orqanları tərəfindən görüləcək tədbirlər həmin dövlət proqramında öz əksini tapmışdır. Məhkəmədən kənar müdafiə mexanizmi olan Ombudsman təsisatının formalaşması Azərbaycan Respublikasında insan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərin məntiqi davamı idi. Qeyd edim ki, Azərbaycan Respublikasında 2001-ci ildə insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası ratifikasiya olunduqdan sonra 2002-ci ildə Azərbaycan Respublikasında insan hüquqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Respublikasının Konstitusiyası ali dəyərləri rəhbər tutaraq sonrakı dönəmlərdə dövlət təsisatlarının da təkmilləşdirilməsinə və inkişafına təkan verdi. Vətəndaşların əsas hüquqlarından biri də nikah hüququdur. Bu hüquq ölkənin Konstitusiya və Ailə Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən ailə cəmiyyətin təməlidir və dövlət ailənin müdafiəsini və ailə üzvlərinin hüquqlarının qorunmasını təmin etməlidir. Ailə Məcəlləsi isə nikahın bağlanması, onun hüquqi nəticələri, həmçinin nikahın pozulması və digər ailə münasibətlərini tənzimləyən əsas qanunverici aktıdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda nicaha daxil olmaq hüququ vardır. Nicah hüququ cəmiyyətin əsas institutlarından biri olan ailə institutunun hüquqi əsaslarını tənzimləyir. Bu hüquq yalnız şəxsi münasibətləri deyil, cəmiyyətin hüquqi və sosial nizamını qoruyan mühüm mexanizmdir. Bu sahədə aparılan tənzimləmələr ailə institutunun möhkəmləndirilməsi, vətəndaşların hüquqlarının qorunması baxımından son dərəcə əhəmiyyətlidir. Nicah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Bu sayədə münasibətlər, nicahın bağlanması, onun hüquqi nəticələri və ailə münasibətləri Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq tənzimlənir. Nicahın bağlanması üçün nicaha daxil olmaq istəyən şəxslərin yazılı razılığı, qanunvericiliyin tələbinə uyğun olaraq tibbi müayinədən keçmələri və hər ikisinin qanunla nəzərdə tutulmuş nicah yaşına çatması zəruri şərtlərdəndir. Son dövrlərdə erkən nikah halları ilə tez-tez qarşılaşırıq. Dövlət tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının pozulmasının qarşısı alınır. Erkən nikah cəmiyyətin müxtəlif sahələrində ciddi problemlərə yol açan, xüsusilə də yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının pozulmasına səbəb olan bir vəziyyətdir. Son dövrlərdə bu halların artması həm hüquqi, həm də sosial baxımdan təcili tədbirlər görməyi zəruri edir. Erkən nikahın yaranmasında müxtəlif səbəblər rol oynasa da, ən başlıcası cəmiyyətdəki təhsil, iqtisadi vəziyyət, mədəniyyət və ənənəvi anlayışların təsiri ilə bağlıdır. Azərbaycan Respublikasında nicah yaşı 18 yaşdır. Üzürlü səbəblər olduqda nicaha daxil olmaq istəyən, lakin nicah yaşına çatmamış şəxslərin yaşadıkları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların müraciətinə əsasən nicah yaşının 1 ildən çox olmamaq şərti ilə azaldılmasına icazə verə bilər. Bu hallardan başqa 18 yaşına çatmamış şəxslərlə bağlanmış nicah erkən nicah hesab olunur. Erkən nicah cəmiyyətin sosial, iqtisadi və mədəni strukturuna birbaşa təsir edən hüquqi və sosial bir problemdir. Erkən nicahların qarşısının alınması məqsədi ilə 28 iyun 2024-cü ildə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi barədə qanun qəbul edilib. 1 iyul 2025-ci ildə qüvvəyə minəcək dəyişikliklərə əsasən nicah yaşının 1 ildən çox olmamaq şərti ilə azaldılmasına icazə verən norma ləğv edilir. Nicaha mane olan halların siyahısı genişləndirilir. Nicah yaşına çatmamış şəxsin erkən nicaha daxil olmağa məcbur etmə cinayət məsuliyyəti yaradır. Bu tənzimləmələr erkən nicahın qarşısının hüquqi müstəvidə alınmasına yönəlmiş mühüm addımdır. Cəmiyyət üçün önəmli bütün sahələr məhz Konstitusiya ilə təsbit olunur. Hər bir cəmiyyətin maddi əsası insanların əmək fəaliyyəti ilə əlaqədardır. Əmək insanların yaşaması üçün əbədi, təbii şərtdir. Gündəlik həyatda istifadə etdiyimiz hər bir sadə əşyadan mürəkkəb alətədək hər bir şey bir çox insan nəslinin məqsədyönlü fəaliyyətinin nəticəsidir. İstehsal iştirakçıları arasında yaranan münasibətlər hüquqla tənzimlənir.
Əmək hüququnun normaları əmək prosesinin özünü deyil, insanların əmək fəaliyyəti prosesində yaranan münasibətləri tənzim edir. 12 noyabr 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiya aktı qəbul edilmiş, həmin Konstitusiya aktında vətəndaşların hüquq və azadlıqları müəyyən edilmişdir. Bu hüquqlardan ən önəmlisi, yəni bütün vətəndaşları əhatə edən bu gün əmək fəaliyyəti ilə məşğul olan bütün Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunan əmək hüququdur ki, Konstitusiyanın 35-ci maddəsində əmək hüququnun nə olduğu birmənalı şəkildə təsbit edilərək qeyd olunur ki, hər bir şəxsin əmək qabiliyyətinə uyğun olaraq özünə peşə, ixtisas seçmək hüququnun olduğu müəyyən edilmiş və əlavə olaraq qeyd olunur ki, heç kəs zorla işlədilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun olduğu müəyyən edilmiş və qeyd olunur ki, vətəndaşlar, çalışan hər bir şəxs, işçi, dövlətin müəyyən etdiyi minimum əmək haqqından aşağı olmamaq şərti ilə əmək haqqı almaq hüququna malikdir. Eyni zamanda Konstitusiyanın 37-ci maddəsində vətəndaşların 8 saatdan artıq olmamaq şərti ilə işləmək hüququnun, həmçinin iş il ərzində minimum 21 gün olmaq şərti ilə məzuniyyətdən istifadə etmək hüququnun və istirahət, bayram günlərindən istifadə etmək hüququ müəyyən edilmişdir. Əmək hüququ milli hüququn müstəqil sahələrindən biri olub, işə götürənlə işçilər arasında əmək münasibətlərinin nizama salan hüquq normalarının məzmunusudur. Qeyd edim ki, 1999-cu ilin 1 iyul tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının əmək məcəlləsində vətəndaşların əmək hüquqlarının həyata keçirilməsi ilə bağlı işə götürənlə işçilər arasındakı əmək münasibətlərinin tənzimlənməsi əmək məcəlləsi ilə müəyyən edilir. Əmək münasibətləri işçi qüvvəsinin istehsal vasitələrinə tətbiqi nəticəsində yaranan iradəvi ictimai münasibətlərdir. Bu münasibətlərin hüquqi tənziminin obyektini isə vətəndaşların canlı əməyi, onun təşkili və şərtləri təşkil edir. Konstitusiyamızda insan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, dövlət siyasətinin əsasını təşkil edir. Milli Konstitusiyamızda əksini taban müddəaların böyük əksəriyyəti insan hüquqlarının qorunmasına əsr edilib. Əhalinin sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan, Azərbaycan Respublikasının digər müvafiq qanunvericiliyi aktlarından və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdən ibarətdir. Azərbaycan Respublikasında 2025-ci ilin Konstitusiya və suverenlik ili elan edilməsi ilə bağlı tədbirlər planı çərçivəsində Səhiyyə Nazirliyinin üzərinə mühüm öhdəliklər düşür. Bildiyimiz kimi, Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsi sağlamlığın qorunması hüququ ilə bağlıdır. Bu maddəyə görə hər kəsin sağlamlığın qorunması və tibbi yardım alma hüququ vardır. Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Dövlətin xüsusi diqqət və qayğısı sayəsində müstəqillik dövründə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Səhiyyə qanunvericilik bazasında gücləndirilməsi bir sıra qanunların, o cümlədən əhalinin sağlamlıq haqqında, qan və qan komponentlərinin donorluğu haqqında, əzasılıq fəaliyyəti haqqında, tibbi sığorta haqqında və s. kimi qanunların işlənib hazırlanması səhiyyənin qanunvericilik bazasının güclənməsinə səbəb olmuşdur. Xroniki böyrək çatışmazlığı üzrə tədbirlər proqramı çərçivəsində Muxtar Respublika üzrə bu xəstəlikdən əziyyət çəkən 162 xəstə hemodializ müalicə üçün dərman preparatları və tibbi ləvazimatlarla mütəmadi təmin olunurlar. Yaxın zamanda müasir avadanlıqlarla təsis olunmuş hemodializ mərkəzi istifadəyə veriləcəkdir. Bundan başqa şəkərli diabet üzrə tədbirlər proqramı çərçivəsində bütün xəstələrin özünə nəzarət vasitələri, yəni qlikometr və test çubuqları, həmçinin dərman preparatları ilə təminatı daima aparılır. Belə ki, Muxtar Respublika üzrə 13847 şəkərli diabet xəstəsi vardır ki, bunların 9730-u hər ay mütəmadi şəkildə lazım olan dərman preparatları və şəkər ölçmə testləri ilə təmin olunurlar.
Bundan başqa dövlət proqramı çərçivəsində hemofiliya və talasemiya, irsi qan xəstəlikləri də daima diqqətdə saxlanılır. 103 xəstə qeydiyyatdadır. Bunların 30-u daimi dərman preparatı ilə təmin olunur. Həmçinin əlillik qrupuna daxil olan imtiyazlı xəstələr qrupumuz da hər ay mütəmadi şəkildə xəstəliklərinə uyğun dərman preparatları ilə təmin olunur. Dövlət ailə üzvlərinin sağlamlığını qorumaq qayğısını öz öhdəsinə götürür. Hər bir vətəndaş ailənin planlaşdırılması, ətrafdakılar üçün təhlükə törədən xəstəliklərin mövcudluğu məsələlərinə və ailə nigah münasibətlərinin tibbi-psixoloji cəhətlərinə dair, habelə nəsildə mümkün olan irsi xəstəliklərə yol verməmək məqsədi ilə dövlət səhiyyə sisteminin müəssisələrində pulsuz məsləhətlər almaq və müayinədən keçmək hüququna malikdir. Konstitusiyamızda əksini tapan dövlətin ali məqsədi, maddəsinə edilən əlavə və dəyişikliyə görə insan hüquq və azadlıqlarının qorunması, onların yüksək həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Dövlətimizin siyasətində insan amili əsas yer tutur. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilmişdir. Bilək ki, 2006-cı ildə Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsinə dair milli fəaliyyət planı təsdiq olunmuşdur ki, həmin milli fəaliyyət planında dövlətlə vətəndaşlar arasındakı münasibətlərin təkmilləşdirilməsi, eləcə də insan hüquqlarının müdafiəsi sahəsində universal və regional əməkdaşlığın təmin edilməsi dövlət proqramında öz əksini tapmışdır. 2011-ci il 27 dekabr tarixində isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında insan hüquqlarının və azadlıqlarının səmərəliliyinin artırılması sahəsində milli fəaliyyət proqramı təsdiq olunmuşdur. Həmin milli fəaliyyət proqramında isə insan hüquqlarının müdafiəsi sahəsində normativ texniki bazanın genişləndirilməsi, inkişaf etdirilməsi, müxtəlif əhali qruplarının, əsasən də həssas əhali qruplarının hüquqlarının müdafiəsi sahəsində dövlət orqanlarının qarşılıqlı əlaqəsinin gücləndirilməsi, həmçinin insan hüquqlarının müdafiəsi ilə əlaqədar olaraq beynəlxalq təşkilatlarla əməkdaşlıqların davam etdirilməsi bu həmin dövlət proqramında öz əksini tapmışdır. Qeyd edim ki, Azərbaycan Respublikasında davamlı olaraq insan hüquqlarının və azadlıqlarının müdafiəsi ilə bağlı olaraq tədbirlər davam etdirilir və bunlardan biri 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı əsasında penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar olmuşdur ki, bu da Azərbaycan Respublikası tərəfindən insan hüquqlarına və azadlıqlarına verilən dəyərin ən bariz nümunələrindən biri olmuşdur. Konstitusiya və suverenlik hər bir müstəqil dövlətin əsas dayaqlarıdır. Məhz bu dəyərlər üzərində qurulan Azərbaycan dövləti bu gün daha da güclüdür. Dövlətin möhkəmliyi onun təməl prinsiplərinə bağlılığından başlayır. Azərbaycan atdığı addımlarda, apardığı uğurlu siyasətdə hər zaman beynəlxalq hüquqa və ədalətə, konstitusiyaya, bir sözlə, ali hüquqa və qanuna əsaslanan dövlətimiz bütün dünyaya nümunə təqdim edir. Prezident İlham Əliyevin imzaladığı sərəncam xüsusi əhəmiyyət kəsb edir. Suveren, bütöv Azərbaycan hər daim inkişafı ilə diqqət çəkir.